Uşaqlar, deyirəm, bu rayonun havası bir başqadır. Gərək keçib həyətdə oturardıq. Nə yaxşıdır ki, mən darıxıram, axşam qayıtdım bəlkə. Hadi hara qayıdırsan? Sabah mamanın ad gündür. Ay, həqiqi ya, sabah mamanın ad gündür. Ya, heç nə almamışıq biz. Açığı uşaqlar, məndə vəziyyət odur, biraz kasatçılıqdır. Hadi sən mən yerimi ala bilərsən, mən sənə maaş da verərəm. Mən sənin yerə nətə verim? Mən maaşımı almışam, heç mənim qəpik quruş qalıb əlimdə. Bir boyanma. Vallahi heç məndə də vəziyyət odur, kreditlər, zatlar. Ya, prosta mamaya da hədiyyə almaq lazımdır da, nə qarar. Ay bala, vallahi heç zad lazım deyir. Elə sizin sağlığınız mənə bəsdir. Prosta gör imkanınız olsa açıb bir dənə su filtri alarsınız. Siz tez-tez gəlirsiniz də rayona, təmiz su içərsiniz heç olmaya. Mən özümə görə demirəm, üçsə görə deyirəm. Mən sabitini ölüb gedənin biriyəm. İndi tabii ev kimə qalacaq, tayın göz bilərsən. Ev kimə qalacaq? Ay mama, sənin təkki dərdin su filtri olsun. 2 dəqiqəyə zəng eləyəcəm, Bakıdan Abi gətirəcəklər. mən bir yana mən sifariş vermişəm. Rayon yerində hardan sifariş verdin? Okyanus filtrindən sifariş vermişəm də bütün rayonlarda filialı var. Mama filtri sürdüm, mən almışam. Nasıl oldu nə bunu? Yo, mən əvvəlcədən bilirdim də mama su filtri sür. Mama okyan su filtri almışam sənin üçün. Bir də ustada indi gəlir. Dağı susacam lazımdır, özüm quraşdıracam da, nə? Yaltaqlıq eləmə, usta gəlir. Mama biz bir də notariusa gedək gələk. Hədə hara tələsən indidən, hələ mən turp kimiyəm, sonra gedərik.